Qazananda sevinmə, xərcləyəndə sevin. Varlı olmaq hünər deyil. Qarun da varlı idi. Quran deyir ki, cəhənnəmin dibinə getdi. Varlı olmaq üçün ona görə sevin ki, əlim asılacaq, nə qədər hacəti olanların hacətini yerinə yetirəcəm. Varlı gələndə sevinmə, gedəndə sevin, xərcləyəndə sevin ki, artıq şükürünü yerinə yetirə bildi. Nə qədər boş şeylərə sevinsəz, bax mən sizə kiçik qardaşınız kimi deyirəm, nə qədər boş şeyə həyatda sevinsən, mütləq əvəzini qəmlənəcəksən, mütləq. Boş şeylərə də qəmlənəcəksən. Sən aram yaşaya bilməyəcəksən. Sən təriflədilər səni, sən üçün yaxşı oğlansan, sən falan, təriflədilər, sevindin, bil ki, burnundan gələcək o. Yersiz sevindin, burnundan mütləq gələcək, yersiz təhqir eşidəcəksən. Qaçılmazdır bu. 5 nəfər səni alqışladı, sevindinsə, mütləq səni həyat o sevinci burnundan gətirəcək. Çünki sevincin yersizdir. İstəyirsən rahat yaşayasan, boş şeylərə sevinmə. Bəs niyə sevinək? Bizi tərifləyirlər, kef eləyirik, pul qazanırıq, kef eləyirik. Bəs nəyə sevinək? Mən dinləm. Qorxuram moizə kimi görsənə. Sən boş şeylərə sevinmə, sonra görəcəksən adam nələrə sevinir.